Hər kəs salamlayıram dostlar. Arıqlamağa kömək edən, yəni detoks. İndi qismət olsa səhər özüm start verirəm, başlayıram. Nə etmək lazımdır? Litr yarım sudur, lap 1 litr də olar. Yarım limon, bir 200 qram zəncəfil, yəni yarım dəstə nanə. Bunu yaxşıca dostlar qarışdırırsınız və bir də ki, sabah səhər yuxudan oyandınız, bir stəkan bunu içirsiniz və bunu içdiyin anda çalışın, yəni çay və s. bunlardan istifadə eləməyin. Bir də ki, bu qəbzə köməklik eləyir və ondan da əlavə, indi bəziləri deyir, mən bunu elədim, xeyri görmədim. Bunu elədikcə dostlar, çalışın yeməyi də fikir verin. Yəni, nə vaxt su istədin, çay istədin, yalnız bunu iç. Bir daha söyləyirəm ki, burada bir balaca, böyük bir fərq eləmir bunun dəyərlisi və s. Əsas odur, bu az da olsa bu keyfiyyətli məhsuldur. Yəni vacib deyil, bir daha söyləyirəm ki, yəni hər hansı bir başqa bir lazımsız qidalarla yəni məşğul olsun. Ən gözəli budur. Yəni bir daha söyləyirəm ki, o qara çay var. Ondan heç bir xeyri yoxdur. Ən gözəli budur. Nə vaxt istədiz, yəni bir stəkan, yarım stəkan başını içməyin. Ta səhərdən axşama kimi. Hər kəsə uğurlar.